Rusiya prezidenti 2022-ci ildə Ukraynaya qarşı başlayan geniş miqyaslı hücumdan sonra ilk dəfə Avropa ölkəsinə səfər etməyə hazırlaşır. Tramp və Putin 2 ay əvvəl Alyaskada keçirilən görüşdən sonra ilk dəfə birbaşa təmas quraraq növbəti görüşün Budapeştdə baş tutması barədə razılığa gəliblər. Tarix hələ müəyyənləşməsə də Tramp sammitin təxminən 2 həftə ərzində keçiriləcəyini bəyan edib. Planlaşdırılan görüşü şərh edən Macarıstanın baş naziri Viktor Orban, məkanın Macarıstan olaraq seçilməsinin ölkəsinin digər Avropa dövlətlərindən fərqli olaraq sülhün tərəfdarı olduğunu bir daha göstərdiyini deyib. Artıq Macarıstan hökuməti tarixi görüşlə bağlı hazırlıqlara başlayıb. Xarici siyasət baxımından bu sammitin niyə burada keçiriləcəyinə nəzər salsaq, demək olar ki, biz başlanğıcdan bəri müharibənin pis bir şey olduğunu, amma diplomatik kanalların bağlanması üçün əsas olmadığını deyən yeganə Avropa ölkəsi olmuşuq. Əgər diplomatik kanallar yoxdursa, əgər onları açıq saxlamırıqsa, heç vaxt sülh də olmayacaq. Tarixə nəzər saldıqda görüşün məhz Budapeştdə keçirilməsinin təsadüfi olmadığı aydın görünür. Macarıstanın baş naziri Viktor Orban uzun illərdir həm Donald Trumpın yaxın siyasi tərəfdaşı, həm də Avropa İttifaqında Rusiya prezidenti Vladimir Putindən ən sıx əlaqədə olan lider kimi tanınır. Onun siyasəti qərb xəttindən kəskin şəkildə fərqlənir. O, qərbin Ukraynaya hərbi və maliyyə yardımı göstərməsinə açıq şəkildə qarşı çıxıb. Eyni zamanda Avropa İttifaqının Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində atdığı addımların əksinə Macarıstan 2022-ci ildən etibarən Rusiya qazı və neftinin idxalını artırıb. Analitiklər hesab edirlər ki, belə bir sammitin Budapeştdə keçirilməsi həm diplomatik, həm də simvolik baxımdan önəmlidir. ABŞ və Rusiya prezidentlərinin görüşünə ev sahibliyi edən istənilən ölkə qlobal diqqətin mərkəzinə çevrilir. Bu isə Macarıstan kimi kiçik dövlətlər üçün iqtisadi gücdən çox çevik xarici siyasət manevrlərinin nəticəsidir. Üstəlik, sammit həm də Orban üçün daxili siyasətdə mühüm fürsət yaradır. 2026-da olacaq parlament seçkiləri qabağı Avropanın taleyini həll edən siyasətçi kimi özünü təqdim edib, populyarlığını artırıb, nəticə olaraq səs qazanmağa çalışa bilər. Həmçinin Prezident Putin və Trump Viktor Orbanı səmimiyyətlə tərifləyirlər və hər ikisi onun gələn il seçkilərdə qalib gəlməsini vacib hesab edirlər. Ona görə də onların Budapeştdə görüşməsi təəccüblü deyil. Diqqət çəkən digər məqam Beynəlxalq Cinayət Məhkəməsinin 2023-cü ildə Putin barəsində çıxardığı həbs orderidir. Haaqa məhkəməsinin üzvü olan Orban hökuməti apreldə məhkəmədən çıxmaq prosesinə başladığını elan edib. Qərar isə 2026-cı ildə qüvvəyə minəcək. Viktor Orbanın və xüsusilə Macarıstanın Avropa İttifaqı ilə gərgin əlaqələr olduğu və burada paradoksal olaraq bir proses baş verir. Həm Avropanın liberal dəyərlərinin əsaslarından biri olan Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyündən imtina edir, həm də regiona sülh gətirməyə cəhd edərək Avropaya qarşı özünü həlledici bir ölkə olaraq göstərməyə çalışır. Trump-Putin sammitinin Budapeştdə keçirilməsi Macarıstanın Rusiya-Ukrayna münaqişəsi ilə tarixi əlaqəsi baxımından da simvolik məna daşıyır. 1994-cü ildə imzalanan Budapeşt memorandumuna əsasən Ukrayna Sovet dövründən qalma nüvə arsenalından imtina edib. Bunun əvəzində isə onun suverenliyi və ərazi bütövlüyü təminat altına alınıb. Lakin bu öhdəliklər 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və 2022-ci ildə Ukraynaya qarşı geniş miqyaslı işğalı ilə pozulub. Əgər bu dəfə müharibəyə son qoyacaq bir razılaşma məhz Budapeştdə əldə olunarsa, bu keçmişdə pozulan beynəlxalq öhdəliklərin simvolik şəkildə bərpası kimi qiymətləndirilə bilər.